Öskürək biz pulmonoloqların ən çox gördüyü simptomlardan birisidir. Doktor, qrip oldum və yaxud soyuqladım, sağaldım amma öskürəyim keçmədi kimi bir çox halla qarşı-qarşıya gələ bilirik. Öskürəyin müddəti bizim üçün çox önəmlidir. Əgər 2 aydan çox çəkən öskürəyiniz varsa, biz buna xronik öskürək deyirik və mütləq şəkildə altda yatan səbəb araşdırılmalıdır. Xronik öskürək nə zaman görə bilərik? Məsələn, astma, allergik proseslər, bronxitlər, vərəm, pnevmoniyalar, ağciyər xərçəngi kimi bir çox ciddi hallarda xronik öskürək görə bilərik. Bundan başqa reflü xəstəliyi, siqaret və yaxud ətraf mühit amillərinin təsirindən də öskürək baş verə bilər. Ən çox qarşılaşdığımız problemlərdən birisi də xəstələr həkimə müraciət etmədən evdə təbii üsullarla və yaxud da apteka həkim resepti olmadan müraciət edərək öskürək kəsici dərmanlar alaraq öskürəyi kəsməyə çalışırlar. Bəlkə həqiqətən də altda yatan ciddi bir proses varsa, ciddi bir xəstəlik varsa, o zaman biz öskürək kəsməklə diaqnozu gecikdirmiş ola bilərik. Ona görə də əgər xronik bir öskürəyiniz varsa, uzun çəkən bir öskürəyiniz varsa, mütləq şəkildə həkimə müraciət edin.